Salam hər kəsə. Deməli bugün mövsümü gavalı. Döyməcə hazırlanır. Yuyub təmizlədiyimiz gavallar belə bu şəkildə doğranılıb. İndi biz buna əlavə edirik tərtəmiz yuduğumuz göyərtiləri. Reyhan, qara reyhan, ağ reyhan, şüyüd və bir də sarımsaq. Duz, şəkər tozu zövqə görə, sarımsaq da hətta zövqə görə. Bəzi insanlarda həssaslıq ola bilər, yəni sarımsağı az istifadə edə bilər. Bəzi insanlar onu çox sevə bilər, amma biz təxmini ölçü götürürük. Məsələn, burada hardasa 10 kiloqram 10 kiloqram yəni gavalı və təxminən 1 kiloqram da sarımsaq götürürük və göyərtilər də zövqə görə yenə. Deməli artıq döyməcimiz yığıldı bankalara. Deməli biz hazır çəki üçün bütün qarışdırılmış məhsulları bir-birinə qarışdırdıqdan sonra həmin kütləni çəkirik və hər kiloqram üçün yarım xörək qaşığı xörək duzu, yarım xörək qaşığı və şəkər tozu əlavə edirik, qarışdırırıq yaxşıca. Qaşıqla əzmədən qarışdırırıq və bankalara əlavə edirik. Əlbəttə ki, bu bizim ölçümüzdür. Kim istəsə ölçünü azalda və yaxud da çoxalda bilər. Beləcə yığılır bankalara və qapağı belə bağlanır. Yəni çox kip bağlanmır. İndi qaynamağa gedir. Qaynadıqdan sonra isə kip bağlanır və ədyalın arasında bükülür. Deməli artıq bankaları qoyduq qaynamağa. Bu şəkildə burakisinə qədər suyu doldururuq, soyuq su. Altına bir bez səririk və qaynamağa başladıqda 40 dəqiqə qaynadırıq və ağzını kip bağlayıb yaxşı ədyalı bükürük. Deməli bu isə tam hazır vəziyyətdədir. Belə çox gözəl alınıb dadı, duzu. Biraz turşlu düzdür. Bu ki gavaldandır. Gavalının turşuluğu var sözsüz ki. Amma məsələn istənilən yağlı yeməklərin, ət yeməklərinin yanında çox gözəl əlavə dadlandırıcıdır. Həm şəfalıdır. Təzyiqi yuxarı olanlar üçün, qan qatılığı olanlar üçün faydalı elementlərlə zəngindir. Belə hazırlayan hər kəsə nuş olsun. Hazırlaya bilməyənlər isə Mövsüm Shop'dan sifariş verə bilərlər.